Talih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum. Ben Quliyev Azər Möhbətoğlu, 1-ci Qarabağ müharibəsi 50, ehtiyatda olan zabit, 1967-ci il Qubadlı rayon Çələl kəndində anadan olmuşam. 1975-ci ildə 1-ci sinifə getmişəm, 85-də orta məktəbi qutarmışam. Orta məktəbi qutarandan sonra sənədlərimi Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna, o vaxt institutu, yəni təqdim eləmişəm. Həmin ildə orada daxil olmuşam. Həmin müddətdə Sovet ordusu sıralarına çağrılmışam. 2 il orada qulluq edib, gəlib təhsilimi davam etdirib, 1992-ci ildə təhsilimi başa vurmuşam. Ali təhsilimi başa vurmuşam. Mən demək, hələ institut qutarmamışdan, institut illərində Qarabağda cərəyan edən hadisələrdən şahidi olurdum. Mən də kəndə gələndə gördüm ki, yəni kənddə vəziyyət acınacaqlıdır. Hər evdən bir nəfər könüllü olaraq ordu sıralarına yazılır. Mən də institutu hələ qutarmamışdım onda. Bizim şəhidimiz rəhmətli Mübariz mənə yaxınlaşdı. Dedi ki, bəs hər evdən bir nəfər könüllü olaraq ordu sıralarına yazılır. Biz yazılırıq, yazılırsansa gedək. O vaxt demək, rəhmətliyim bir dənə də Pabeda maşını vardı. Mən başda İsmailov Dağbəy müəllim olmaq şərti ilə bizi demək, Qasımov Asəf, Qasımov Rafail, rəhmətli şəhidimiz Mübariz, mən getdik Qubadlı rayonunda çayın qırağında Çaxır Zavodu deyilən yerdə orada demək könüllülərdən batalyon yaradılırdı. Onun da komandiri Dağbəy müəllimdir, Məhiyyəddinov. Rəhmətli qəhrəmanımız, milli qəhrəmanımız Əliyarda onun müavini idi. Bizi ordu sıralarına daxil elədi könüllü olaraq. Bu hadisə demək aprel ayının 6-sında baş verib. Bizim dördümüzə bir dənə silah verdi. Bizim dördümüzə bir silah verdi. Biz gəlib 4 nəfər bir silahla bir müddət postada dururduq. Demək, kənddə ordu qurucumda iştirak eləyən, demək, başda rəhmətli Aliyev Firqət olmaq şərti ilə, Rafail əmi olmaq şərti ilə, demək, kənddə olub Hüseynov Namiq, Aliyev Talih, Quliyev Mədəd, Qasımov Asəf. İndi kimin adında ola bilər ki, yadından çıxar deyənmərəm. Yəni, bunları məni üzrlə hesab eləsinlər. Elxan, Dünyadır qardaşları, Qoçev Cavanşir, Qoçev Əvəz, Rəşadət, Qəfil, Rəhmətlik Natiq, Lətif, ola bilər ki, Seymur, Ədələt, onun qardaşı, sonra kim yaddan çıxartmışamsa, yəni ola bilər, məni bağışlasınlar, ordu sıralarına yazılmışıq. Demək, kənddə postların qurulmasında, ordu quruculuğunda bunlar hamısı fəal iştirak edirlər. Başda Aliyev Firqət, rəhmətli Firqət Mamoğlu olmaqla, Rafail əmi olmaq şərti ilə axsaqqalımız olub onlar. Bizim o vaxtlar heç bir başqa dövlətin ərazisində heç birimizin, dövlətin heç bir marağı olmayıb. Ermənilər bizə qarşı torpaq iddiasında olub. O vaxtlar demək, biz orada yazılan vaxtları 26 fevral Xocalı hadisələri baş verdiyinə görə bütün cəmaat ayağa qalmışdı. Belə deyək, loru dildə deyək, qara cəmaat ayağa qalmışdı. Demirəm, yenə 4 nəfərə bir silah verilirdi. Silah çatışmamazlığı vardı. Orada təzə qurulurdu. Heç bir, hər şey qaydasında deyildi. Biz, demək, bu demək, Sərəldə olarkən bir sıra əməliyyatlar olmuşdu. Ağavırt deyim də, bizimlə qarşı tərəf Ağavırdıdır, Üzənisidir, Novruzlardır. Demək, orada 92-ci ildə bir əməliyyat oldu. Orada biz də iştirak elədik. Biz elə bil Ağavırt istiqamətdən hücum eləməliydik. Ermənilərin texnikasının, diqqətin bu tərəfə yönəldib, o vaxt Hərə kəndi tərəfdən bizimkilər xeyli məsafə qət eləyib, yəni öz torpaqlarımızı geri qaytarmışdılar. Kənddə bir sıra əməliyyatlar olmuşdu. Onun da hamısında biz yaxından iştirak eləmişik. Ordu quruculuğunda, sonra pozisiyaların seçilməsində müəyyən əhəmiyyətli işlərimiz olub. Demək, mən özümdən danışarkən, mən demək, öz döyüş yolumu 4 mərhələyə bölürəm.
Birinci kənddə qulluq edəcəyimiz vaxt, ikinci Qubadlının işğalı vaxtı, üçüncü Ağdamın, Güllücə kəndi orada gedən döyüşlərdə, bir də atəşkəsdən sonra olan dövr. Mənim demək, döyüş yollarım bundan ibarətdir. Sonra bu Qubadlı işğalı vaxtı olunarkən demək, bütün kənd ordu qarşı çıxdı. Mən gəldim Beyləqana, gəldim ailə uşağa baş çəkdim. Gördüm ailə uşaq hər şey qaydasındadır. Ancaq mən hara gedəcəm, kimə gedəcəm belə məəttəl qalmışdım. Ona görə mən dedim ki, mənim üçün ən əziz olan, ölsəm də, qalsam da Çərəli torpağıdır. Çərəliyə qayıtmalıyam. Mən gəldim Məmməd bəyliyə, gördüm orada bizim bir qadada formirovka gedir. Dedilər belə, nəysə mən də gəldim Çərəliyə. Gördüm Çərəlinin bir hissəsində Zəngilan uşaqlardır. Bir gecə qaldım orada, sonra səhər düşdüm, getdim kəndə, getdim evimizə baxdım, gəldim bulaqdan su içib, idaranın qabağına gələndə gördüm ki, bir dənə 06 gəldi. Baxdım, gördüm ki, demək, navının 06-sında Rəşiddir, Pəhlivandır, Rəşid, Pəhlivan, bir də Səmərqət dayının oğlu Maisdir. Nəysə, bunlar da yol gəlmişlər. Gəldik, getdik, Navıgildə otduq, bir loğma çörək yedik. Sonra el oldu ki, Navı ilə Mais qayıtdı, getdi. Pəhlivan, mən, Qulev Rəşid qaldıq kətdə. Nəysə, getdik, bir gecə posta qaldıq. Səhərsi gün qərara gəldi ki, gedək Qaragüzeydən Çerez Qaragüzey gedək rəhmətli Mirimin Mirsədağanın qəbrini ziyarət eləyək. Gecə ilə getdik, çıxdıq Qaragüzeyin başına. Qaragüzeydə gördük ki, bütün rayon üzü Qəzyandan tutmuş, demək, Qəzyandan tutmuş düz Mahmudliyə qədər o ərazilər görükür Qaragüzeydən. Ermənilər od vurub, o odun işığı da düşür çaya, hər yer ağap elə bir görükür. Biz orada da Mirlər kəndinə yenə bilmədik. Mirlər kəndində gecə müşahidə aparıq oradan. Gecə qaldı orada, səhər qayıtdıq, gəldik. Gəldik kətdə. Nəysə, bir dəfə də Rəşid mən Pəhlivan. Demək, gedəndə yenə deyir ki, gedək Dundarı tərəfə, görək bu dəfə də gedə bilirik. Elə köynə idaranın yanına belə gedəndə Pəhlivan dedi ki, mən dədəm evinə dəyim, bir dəqiqə gələm. Rəşidin də əlində 2 dənə qumbara var. Rəşiddə avtomat yoxdur. Məndə avtomat var, Rəşiddə yoxdur. Belə idaranın yanına gəlib, rəhmətli Həştəxan dayının evin qabağına belə gedəndə gördüm, demək, Fərədin Almudun yanına bir nəfər mənə tərəf gəlir. Mən də dedim ki, qabağında da bir camış var, camışı qatıb qabağına gətirir. Mən də dedim, yəqin, ola bilər, kət cəmatına kimsə gəlibdir, amma kət cəmatına heç kim yoxdur. Belə, dedim, vuraram, bir tər, düşmənçilik olar. Rəşid dedim, kimsən? Belə deyəndə, dayan deyəcəm. Rəşid də gəldi ki, sən kimlə danışırsan? Dedim, bu görmüşsən onu, Rəşid tutdu avtomatı mənim əlimdən aldı. Avtomat əlimdən alanda bu girdi, Səlim dayının o Şamlıq deyilən bir yer vardı, girdi ora, girməklə demək, Kamazı kodlamağa bir oldu. Heç deməsən, Şamlığın dalında Kamazı saxlayıb. Biz oradan Rəşid də ayağından nəsə baş parmağından zədə alıb, elə bir yaxşı qaçamır, yeriyənmir. Biz oradan elə bir bizim kət cəmaatı bilir, belə deyək, rəhmətli Həştəxan dayının qapısından kəsə açdıq fermanın baseynin yanına ki, güllənin yanına ki, oradan qabağına sarı qaçaq da belə. Bu gördük Kamazı xodlayıb gedib Abbas babam çənənin yanına oradan boylanır belə. Heç deməyəsən, bunun arxada adamları qalıb. Bu erməninin arxada adamları qalıb. Biz oradan elə avtomatik bir ikisini atdıq. Nəysə, bu qorxusundan maşını sürdü, qaçdı. Pəhlivan da gəldi bizə yetirdi. Bu nədir, nə olub? Dedi ki, bəs kətdə erməni var. Nə danışsan, kətdə erməni ola bilməz. Dedi, valla gözümüzdən görmüşük, nə danışsan? Nəysə, getdik, girdik o zonada. Şükürcinin evi 1. Nədir? Səlim dayıcının evinin 2.
O evləri, tövlərini zadı axtardıq, o damxaları, evləri hamısını bağça axtardıq, tapmadıq. Hələ bir-iki dənə də atəş açdıq ki, bəlkə qorxusundan çıxar eləyər, çıxmadı. Nəsə isti hava idi, susamışıq, ciyərimiz yanı, ora-bura qaçırıq. Nəysə, qayıtdıq, gəldik bulaqdan su içib. Qayıtdıq ki, gedək ki, posta sarı, posta da belə məktəbin dalı ilə getdik, stadiona çıxanda gördük bir dənə oğaz gəldi. Bu da keçmiş korpus komandiri Xəqani müəllim. Burada tanış olduq, elə buna söhbət elədiyimiz yerdə bir də gördük ki, alı zəminin o asfalt yolundan 2 nəfər qoyub üstə qaçır. Dedi Xəqani müəllim, erməni, dedi nədarsa, erməni nə axtar burada? Dedi oturun maşına. Otduq maşına, biz onlara yaxınlaşan istiqamətdə bunlar demək sol tərəf hərtiz meşəli idi də, belə deyək, meşəli idi. Bunlar vurdu meşəyə, pəhlivanla mən, Rəşid. Üçümüz də bunun dalınca getdik, meşəyə girəndə bunları tapmadıq. İndi gəlmişik Xəqani müəllimin yanına, bu da deyir ki, qardaş, siz demirsiniz ki, bu döndü sizin kəllanızda birini qoydu, yəni vurdu da sizi. Yəni dedi, bax, mən görürəm ki, siz belə can yandıran, vətənpərvər, yəni Xəqani müəllimlə o vaxtda tanışdığımız oradan başlayıb. Sonra qayıtdıq, gəldik kətdə, bildik ki, bu erməni mərhələ-mərhələ gələcək. Biz özümüzü öz işimizi istəyirdik planlı sürətdə görək. Mən bəri başdan da sözümün əvvəldə demək istəyirdim. Yəni bir hərbi ekspert. Onun bir gözəl sözü var, Verdiyevdir, adı yadına çıxdı. O deyir ki, bu müharibədə olan insan o anı ömrü boyu yaşayır. Ömrü boyu yaşayır. İndi mən də ola bilər ki, çıxışımda hardasa səhvə yol verərəm, nəysə fikrimi tam dəqiqləşdirib dəmmərəm, ona görə məni bir balaca üzrlü hesab edin, o mənim özümdən asılı deyil. Mən danışarkən o anları yaşayıram, mənə yəni psixoloji olaraq təsir eləyir, mən ola bilər ki, fikrimdə dağınıqlı olar, ona görə məni üzrlü hesab edirsiniz. Biz gəldik, işimizi planlı sürətə tutduq orada, yəni bildik ki, bunun dalı gələcək. Yenə postuyduq, gördük ki, Dundarı tərəfdən, Qubat istiqamətindən bir dənə erməni texnikası gəlir. Burada yenə bu dəfə planlı surətdə 3 istiqamətdə bölündük. Rəşidlə mən elə bil ferma tərəfdən bir istiqamət Fərəcin Armudun yanına, bir istiqamətdə demək Cabbarov familinin evinin o dikə. Mən Rəşidlə bu tərəfə getdik ki, ferma tərəfə. Ola bilər o erməni texnikası gələr, oradan üzüb Boynəkər istiqamətinə gedər də, belə deyək, onu orada qabaqlamağa, nəyəsə bir şey eləməyə. Elə biz gördük ki, biz səs-səmir yoxdur, biz oradan yavaş-yavaş gəldik Səlim dayının evinin yanına, belə gələndə bu erməni texnikası çıxdı köynə deyəndə Şücenin evinin altında qaraj vardı. Kolxozun qarajı vardı. Orada ermənilər düşdü, sərbəst, elə bil öz evlərdir, öz kətlərdir. Bizdə puskudu yox. Elə ki, maşından biraz aralanan kimi bunları güllə boran elədik. Tökülüşdük üstə tramvay, nə silaha əl ata bildi, nə bir şey imkan vermədik. Elə mən yaxınlaşanda pəhlivan birini axtarırdı orada. Bu da çıxıb lapetin üstə, elə oradan tullandı pəhlivanın başına. Pəhlivan da avtomat əlindir. Belə bunun kəlləsinə birini qoydu, düşdü ayağının altına, gözünə dönüm onun. Demək, o Xocalda olan hadisələrini bəlkə də pəhlivan Minqatın onlardan əvəzini çıxdı onlardan. Demək, onu bandaj məfti ilə orada döydü, öldürdü, bunlar təslim oldu. Götdük, ölülü, dirili bunları yüklədi maşına. O vaxt bizim briqada dağıldığına görə, yəni biz Zəngilan, o ərazini Zəngilan öz müdafiəsinə sayırdı. Ona görə biz onu Zəngilan polkuna ölülü, dirili ermənilərə təhvil verdik. Bu ikinci epizod olub bizdə. Sonra da bir neçə gün postada müşahidə apardıq. Gecələr hava sakit olduğundan gördük ki, Dundarı tərəfdən texnikaların səsi gəlir.
texnikaların səsi gəlib. Bizdə də hələ bir belə parakəndə olmuşuq da. Biz elə bir orada partizan hərəkəti yaratmışıq, belə deyək, partizan hərəkəti. Hələ bir texnikamız yox, bir şeyimiz yox. Biz nə edək, nə iş görək, nəysə uşaqlar bir qərara gəldilər ki, yolda mina bastıraq. Mina bastıraq. Bunlar da Zəngilan uşaqların içində sapyorları var idi. İndi belə deyək də. Onların köməyi ilə, onların dəstəyi ilə, yəni mən, Pəhlivan, Rəşid nəysə planlaşdırdıq ki, bu minanı harda quraq. Bunlar Şüşüc evinin aşağısında, o Dundardan gələn yolda Pirin dərəsi deyirlər. Pirin dərəsi deyirlər. Orada elə bir maşın gəlir, pavorot verir, bir də dik qalxır. Dedilər ki, gəlin minanı burada quraq. O birisi birimizlə qayıtıq məsələ deyirik ki, bu asfaltın üstündə bu nə qədər qazasan ki, minanı bastırasan. Nəysə, indi ağıl-ağıldan üstündür. Nəysə, uşaqlardan biri qərara birdən dedi ki, gəl, gedək kolxoz tayasından pres gətirək, tökək minanın üstə. Bizdə də zonada hələ külək zad olmur, deyəcək. Külək 30 dağda da, sakit hava, dağlıq yerdir. Həmin günü getdik bizim kənddə demək rota vardı. Orada bütün sursat qalmışdı orada da. Getdik tankoy minanı götürdük, yüklədik maşına, getdik şeyə. Yox, maşına yükləmədik ki, gecə qurduq bunu, erməni kəşfiyyatı zadı oradan görək. Biz onu əlimizdə daşıdıq, minanı da əlimizdə daşıdıq, apardıq həmin yerə, gecə iş görürük. Sonra getdik, nədir onun adı, kolxoz tayasından gecə səhərə qədər nə qədər pres daşımışıq. Pres daşıdıq, getdik, minanın üstə tökdük, birazını dağıtdıq, birazını da açıq tökdük ki, güya kimsə maşınla ot aparanda, gəlib pavorotu dönəndə pres aşıb tökülüb, yəni çip deyirik də biz, bu aşıb tökülüb, orada başa düşməsin. Onu qurduq, orada gəldik, amma hiss edirik ki, Dundar tərəfdə tank səsi gəlir. Nəysə gördük ki, erməni texnikası gəlir. Yenə həmin istiqamətdə, yenə əvvəlki kimi 3 istiqamətdə bölüldük, getdik, o dərədə açıq aydın görükür. Gözlədik, erməni texnikası gəldi, minaya çatanda mina partladı. Mina partladı, bir 40 metr qabaq təkər qalxdı göyə. Qabaq təkər qalxdı göyə. Ona elə bizim uşaqlar belə qarğa quzu kimi urra dedik, töküldük. Qardaş, indi bunun içindən bir dənə əl avtomatı düşüb qaçır. Bunun arxasından PK atan kim, grantomet atan kim, avtomat atan kim, bir dənəsi dəymir buna. Bir dənəsi dəymir. Nəysə, biz gəldik o erməni meyitləşinin yanına gələndə gördük ki, bunların sifətizadı ütülüb. Bunları qoyduq, dedilər, biri getdi. Biz 3 nəfər bunun dalıncan qaçdıq. Dalıncan qaçdıq, uşaqlardan bir nişan aldı, gördük ki, otdu yerə. Aramız xeylək var idi, bütün zərəli cəmaatı qəşək tanıyır. Alı Zəmisinin o padyomu var belə. Orada gördük ki, oturub şeydə. Nədir? Asfaltın üstə oturub orada əl avtomatdır. Biz girdik oradan 3 nəfərlə, girdik belə üzümlüyün arası ilə getdik, orada bir balaca təpə var. Oradan təpədən Rus dilində dedik, gördük bu Azərbaycanda qəşək məndən də qəşək danışır. Dedi, silahı at, Rus dilində komanda verdik. Bu dedi, öldürməyin, silahımı atıram, heç eləməyin, silahımı atırım, silahı attı qırağa, getirdik bunu, girdik qoluna. İndi bu da deyir, mən Sabunçuda yaşamış erməniyəm. Azərbaycanda bir 22-25 yaş arasında bir erməni idi. İndi bizə yalvarır ki, məni öldürməyin, aparmayın. İndi bunu gətirəmirik, 3 nəfər növbə ilə girmişik bunun qoluna. Oradan oraya 1 kilometr məsafə olar. Bu dartışır, biz çəkirik. Bu dartışır, biz çəkmişik 2 qoluna. Bunu sürünməkdən, sürüyüb gətirik, məcbur. Gəlmir. Bunun demək, mən də bağışlayın, paltarı da əlindən çıxdı, belə. Sürüdük, gətdik, bədən də qıpqırmızı qızarıb, asfalt üstə sürməkdən. Gətdik bunu, sonra
Raçı ilə məlumat verdilər. Zəngilan polkundan maşın gəldi. Onların bir yaralını, qalan meyitləri maşına yükləyərək apardı. Ondan sonra biz dəfələrlə demək erməni məlumat bildi ki, yəni burada onların da kəşfiyyatı işləyirdi. Demək burada ordu var. Biz partisan hərəkəti yaratmışdıq deyil. Onlar bir xəbərdir. Deyirlər, yəqin Qubadlı işğal olunub, kətlər hamısı boşdur. Demək ondan sonra gedib Üzümlüyün arasında neçə dəfələrlə pusqu qurduq. Bir ağ niv idi. Ağ niv idi. Elə bir nəysə bir dəfə biz getmişdik. Bizdən sonra başqa uşaqlar da getdi. Neçə dəfə pusqu qurduq. Həmin ağ nivanı yəni vura bilmədik. Sonra demək mənim orduda fəaliyyətlərimdən demək bu kətdə olan döyüş əməliyyatlarından sonra demək Qubadlı işğalından sonra bizim briqada Gəncədə Nizami poligonunda formirovka olunurdu. Biz də onda gəlmişdik Sumqayıtə, daha doğrusu mənə də bağışlayın. Ailə uşağı yönləşdirək, belə planlarımız vardı. Mən də bu Tağıyev qəsəbəsi, yəni keçmiş nasosunda burada məskunlaşmışdım. Bir də gördüm ki, əmoğlu Namiq Nivi ilə maşınla rəhmətli şəhidimiz Mübariz də gəldi ki, zarafatla. Dedi ki, qardaşı tutub aparıblar Məhəmmədi. Deyirlər ki, bir nəfər əvəzi gəlsin, qardaşı gəlsin, bunu bıraxaq. Zarafatla. Dedi ki, mən gedirəm Qarabağa. Dedim, sən gedirsən, mən də gedirəm da. Yəni, vətən yolunda, torpaq yolunda canımız da qurbandır. Qoşulduq buna, getdik rəhmətli Mübariz ilə, oradan səhər üçün getdik Dəmir yolu vazana, orada getdik Gəncəyə. Gəncədə bir müddət qaldıq, orada düzdür, bizim döyüş yolumuz elə oradan ayrıldı. Mübariz başqa batalyonda oldu, rəhmətli Şamxal başqa batalyonda, Namik başqa batalyonda, Taleydir, mənidir, Naziridir, Heybət idi, sonra Elsəvərdir. Bunlar Tankovoy batalyonu, Camalın batalyonunda, amma rəhmətli Mübariz Sadiqin batalyonundadır. Rəhmətli Şamxal isə tank əleyhinə prototiп tankovoy bateriya deyirlər, yəni orduydu. Yəni Çavkeşən, rəhmətli Çavkeşən də orduydu. Demək, Namik, Balaca, bunlar prototip tankovoy dedi. Demək, biz bir müddət Gəncədə qaldıq orada. Qəfildən dekabr ayının 31-i bizə həyəcan siqnalı verdilər. Bizi heç bilmirik hansı istiqamətdə aparacaqlar. Bizi apardılar. Biz də bir vaxt maşından düşəndə bildik ki, bura Ağdamdır. Onda da Ağdamda vəziyyət çox gərginidir. Belə gərginidir ki, erməni da bu fürsətdən istifadə edib, Yevlax Tərtər yolunu bağlaya, Gəncə Basar ərazisini mühasirədə saxlaya. Belə bir vəziyyət yaranmışdı Azərbaycanda. Demək, bizim briqadanı elə bil aparılır orada ki, qarşısını almağa. Düzdür, bizim batalyon birinci döyüşə girmədi, bir-iki gün ləngidi. Birinci batalyon, o biri batalyonlar bizdən qabaq döyüşdə oldular. Bizim batalyon 2-3 gündən sonra döyüşə girəndə, demək, biz Güllücədə çaxır zavodunda qalırdıq. Elə orada rezervdə, paşlı rezerv kimi də, yəni bir günlük belə deyək. Bir də gördük ki, bizim briqadanın kəşfiyyatı Alqanın içində gəlir ki, erməni texnika ilə gəlir. Bunlar, yəni yaralısı, nəysə, geri çəkirlər də, belə bir sözlə geri çəkirlər. O vaxt bizə də hərcan siqnalı verildi ki, davay, Güllücəyə irəli. Demək, biz hərəkət eləyəndə, demək, gəldik, kəndin bir plaşatkası vardı. Orada 3-4 nəfər, hər 5-6 nəfər kiminlə münasibəti olanda belə deyək də, indi o vaxt elə idi. Hər bir dəstə kəndin arasına belə paylandıq. Mən də, yəni öz kətim olduğuna görə, belə, həm də onlar, mən könüllüydüm, onlar prizinik sayılırdı. Elsəvərlər nazirdə yanımdaydı. Belə arı ilə gedəndə gördüm ki, şəbə eyvanda erməni, bilmirəm da erməni, deyək, bəri gəl, elə mən şübhələndim, Elsəvəri naziri belə setkadan belə aşırıb, zabonun dibinə keçəndə bunlarda bir 10-15 nəfərdir. Bizi güllaboran elədilər. Biz geri çəkildik, gəldik ki, plaşatkada bizim batalyonun orada, uşaqlar oradadır. Dedi ki, kətdə erməni var,
Nəysə bir dəstədə yenə cəmləndik. Yəni yenə həmin istiqamətdə gedəndə atışma başladı. Atışma başlayanda rəhmətli İslahı, Dəmirçilər İslahı orada vurdular. Önce qabağa qaranlığa gəldi. Biz rəhmətli İslah Meydin elə güclə çıxartdıq. O gecə də orada, yəni rəhmətli İslah orada gözümün qabağında şəhid olub. Allah rəhmət eləsin cəm şəhidlərimizə. Sonra orada Göyyaldan Kamal rəhmətə getdi. Qardaşı da Abdullah idi. İki qardaş bir yerdə qulluq eləyirdi. Sonra gecə döyüşündə Dundarıdan Həmzə qardaşlar, rəhmətli qardaşlar Çinoğlu o gecə döyüşündə orada şəhid oldu. Sonra o çaydan, Həkər üstə çaydan vardı Caray. O da qıçasından yaralanmışdı. Sonra onunla görüşənmədim. Elə bir vəziyyət yaranmışdı Güllücədə. Dəhşətli döyüşlər gedirdi. Qardaş-qardaşı tanımırdı da. Yəni belə bir vəziyyət yaranmışdı. Çətin vəziyyətidir. Demək, həmin vaxtda da bizdə arxada olanlar, qardaş-bacılar, qohum-əqrəba hamı nairən qalıb. Hamı nairən qalıb çünki çalan itki var. Çalan itki var, şəhərlərə şəhid gəlir, hamı narahatdır. Bir də gördüm ki, mənim qardaşım Məhəmməd, Hüseynov Ramiqin qardaşı Rafiq, Heybətin qardaşı Rəhmətli Cənnət, Elsəvərin qardaşı Rəhmətli İslah. Nailən qalbılar da gəlib o döyüş bölgəsinə. Nəysə gəldi, bunlar da bir üç gün qaldı. Bizlə əlaqə saxlaydı da, yəni vəziyyət çətin da. Bunlar yola sal dedi, ya narahat olma, çıxın gedin. Mən indi əsas mənim o yaralandığım qaydıram ona. Demək, həmin günü getdi Güllücə kəndinin üstündə Üzümlük deyilən yer vardı. Demək, orada erməni demək olar ki, artilleriyada, minomyatda elə bir minomyatın anasıdır da. Biz postuyuq, imkan vermir baş qaldırasan. Sağ, sol 50 dənə minomyat yağdırıb həmin günü bizim üstümüzə. Elə bizdən aralı həmin günü Göyyal kəndindən Mirzə yaralandı. Dedilər ki, Mirzə yaralandı, Mirzəni götdülər. Biz yaralanan momenti demək belə oldu. Akop kimi yerdi, belə elə bir su kanalıdır, girmişik ora. Yəni orada döyüş gedir da belə. Orada xanlıqdan Göyşov Vaqitli rəhmətli şəhidimiz Humaydı, Dəmirçilərdən Abbasdır. Dördümüz bir yerdəyik. Minomyot imkan vermir ki, baş qaldırasan. Biri elə bir belə o gəldi düşdü rəhmətli Göyşov Vaqif tərəfdən. Mən də indi belə şey çıxmasın, yəni biz Çərəldə posta dururduq, kəndi dövründə. Göyşov Vaqifdə Saldaşda dururmuş. Mən elə onu Güllücədə tanımışam. İndi Allah rəhmət eləsin şəhidimizə. Belə düşməklə mən haradasa bir 5 dəqiqə başım dumanlı oldu, özümə gəlmədim. Bir də ayıldım ki, qışqırıqdır. Bu Huma ilə nədir onun adı, Abbas qışqırır. Mən özümə gəldim, biraz özümü cəmlədim, qalxdım ayağa. Qalxdım ayağa, qəlpə buradan girib, qulağımın dibində. Burada da belə, nədir, mağazin taxılan yerdir. Belə mağazində taxılandı, altında bronjilet var. Mənə buradan təsir eləməyib. Yəni qoruyub, bu bronjilet qoruyucu funksiyasını yerinə yetirir. Mənə bu hissədən zərər yetirməyib. Ancaq üzümdən girib, qulağın dibindən bir də aşağı ətrafı. Mən biraz qalxdım ayağa getəndə, gördüm aşağıda bizim nəçənli qərargah rəisimiz Cəmaləddin müəllim, bir də İmaməddindir. Orada məni gördülər, bunlar özünü itirdirlər ki, elə bildi, buradan qan axır belə ağzıma. Ağzım qandı, bunlar elə bildi ki, mənim qan içimdən gəlir. Mən də dedim, qorxma, mən buramdan yaralamışam, içimdən qan gəlmir. Mən axsayıram, yeriyəmirəm, bunlar sağ olsunlar. Mənə ilk yardımı onlar eləyib, Cəmaləddin müəllimdən İmaməddin, yəni mənim paltarı çıxartdılar, jugutla bağladılar. Bu eyni Elsəvər gəldi, çıxdı ora. Elsəvər nəysə, bu arxada yaralılar var axı, şəhidimiz də var. Da mənim onlardan xəbərim olmadı.
elə bir bizim o kət cəmaatı yaxşı bilər. Deyərəm ki, tut bağından tutmuş, yəni Cindalı Pir deyirlər. Ora qədər çaylağın içində qışın günündə məni o qışın günündə çiynində apardı. Texpomoşa yükləyəndə Texpomoşda tərslikdən xoddan vurur. Erməni də oradan vurur. Snaryadını tankla vurur. Oradan xoddandı bizi apardılar Sarıcallığın hospitalına. Sarıcallığın hospitalında mənə də ilk yardımı rəhmətli Vidadi Quliyev eləyib mənə. İlk yardımı cərrahiyyə əməliyyatın Vidadi eləyib. Oradan da bizi götürdülər Mingəçevir şəhərinə. Mingəçevir şəhərinə apardılar. Mingəçevir şəhərində bazarın arxasında onkoloji dispanser var idi. Apardılar oraya. Demək, oradanın da baş həkimi qadınıdır, sağ olsunlar. Əgər yəni, bu nə vaxtsa onların qarşısına çıxacaqsa, yəqin ki, baxarlar, bilərlər. Onlar bizə öz övladı kimi, onlar evlərindən yemək pişirib bizə gətirirdi. Xəstəxanada 2 ay yarım mən yatdım orada, 2 ay yarım. Bizə çox gözəl qulluq elədilər. Demək, mənim cəbhə yoldaşının biri də o qədər mehribançılıq oldu ki, orada dahi biri də o qardaşım biri də, yəni o mənlə yaralanan qardaşlar biri də həmin mesəl sıralarını orada ailə qurmuşdu. İndi maraqlı epizodlardan birini deyim sizə, yəni indi burada demək, bu müharibə olmağına baxmayaraq yəni indi bizim yanımıza gələnlər olur, yəni onu da deyim də, bu gələnlərdə kimsə, demək, demək, mən siqaret çəkən deyildim da, yəni bir Çin siqareti verib mənə ki, bunu verərsən posta filan kəsə. Mən də gəlmişəm posta, məndən o birisi soruşur, İmamədli soruşur, bu birisi soruşur, yanınıza gələn olur, bəlkə siqaret sad ola, deyirəm, mən siqaret çəkmirəm ki. Məndən soruşurlar, mən də verməmişəm da, başqasının siqareti daxı. Soyundurublar bu ştatımız adı, görün bunun cibində şəxsiyyət vəsiqəsi olar, nəysə biz pul olar, sənət olar da. Mənim cibimdən siqaret çıxıb, kes siqareti. İndi atəşləsdən sonra gəlib, mən yaralan sonra qayıdıb qulluğa, indi onu həməşə İmamədli mənim üzümə çırpır ki, sən nə bəlkə adamsan, deyir o siqareti vermədin o posta çəkək, sən nə bəlkə adamsan. Mən bu indi beləsini danışanda biraz nişbinli şeylər olsa da biraz da məzəli şeylər də danışmaq lazımdır. 2 ay demək, 2 ay yarım mən haradasa hospitalda yatdım. Ondan sonra da gəldim evə. Demək, ondan sonra bir müddətdə mənə demək, otuzka verildi. Sonra atəşkəs müddətindən sonra da getdim haradasa Füzulidə, Qarazi qəsəbəsində, kənd Qarazi üstə öz xidməti borcumu yerinə yetirmişəm. 1996 ilin oktyabr ayının 9-unda demək, səhhətimə görə, bir də ailə vəziyyətinə görə ordu sıralarına təxris olunmuşam. Mənim demək, keçdiyim döyüş yolu bu qədərdir. İndi demək, biz o vaxt bizim ordu, demək, mən o vaxtki ordu ilə bu vaxtki ordunu, mən gələm 2020-ci illər nəyə görə, demək, bizim o vaxt, demək, ordu quruculuğu zəif idi, nəyə görə? Cəmaatda əhval-ruhiyyə vardı. Əhval-ruhiyyə vardı, prosto vahid komandanlıq yox idi. Bu böyük bir fərq idi. Amma 2020-də atəşkəsdən sonra bizim ölkə, bizim dövlətimiz, Allah ulu öndərə rəhmət eləsin, demək, o bütün məsuliyyəti ayırdı ordu quruculuğuna. 30 il ordu quruculuğu getdi Azərbaycanda. Zabitlərin yetişdirilməsi, müasir silahların alınması, bütün 30 il az müddət deyildi. Biz tam hazır deyildik. Nə vaxt ki gəldi, çatdı o vaxtda, ondan sonra bizim ordu ermənilər, demək, 27 sentyabr uzun eləyərkən bizimkilər əks uzuma keçdi. 44 gün müharibə ərzində, 44 günlük müharibə zamanı qələbə çaldıq. Ermənistan kapitulyasiyaya qol çəkdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Demək, 2023-cü ildə də, yəni antiterror əməliyyatında demək, bizim ərazi bütövlüyümüz
bərpa olundu. Yəni bərpa günü sayılır. 19 sentyabr 2023-cü il bizim ərazi bütövlüyümüz tam təmin olundu. Demək, biz 200 il tarixində, 2 əsr tarixində birinci dəfədir ki, öz ərazi bütövlüyümüzü tam təmin edirik. Ona görə də biz Ali Başkomandana minnətdarıq. Allah ona ömür versin, can sağlığı versin ki, onun sayəsində, demək, o dəmir yumruq deyil, demək, o elə belə deyilmir. Yəni, bu yumruq ki var ha, bu barmaqlar tək-tək heç bir səs, heç bir qüvvəyə malik olmur. Birləşəndə bir yumruq olur. Bir yumruq olur. Xalq, ordu, Ali Başkomandan üçünün birləşməsi sayəsində biz o qələbəyə nail olduq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Talih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum.